Uzun müddətdir ki, Çeçenistanın hakimiyyəti ilə Rusiya mərkəzi hakimiyyəti arasında toqquşma baş verir. Yəni Ramzan Kadyrovun sizə də məlum olduğu kimi Rusiyada bir çox dairələr əsas hüquq mühafizə orqanlarının rəhbərlikləri ilə kifayət qədər ciddi toqquşması var. Bu da ona görədir ki, Ramzan Kadyrov bu hüquq mühafizə orqanlarının rəhbərlərinin Çeçenistan üzərində hakimiyyətini tanımır. Yəni federal hakimiyyət dairələrinin federasiyanın bir subyekti olan Çeçenistana müdaxiləsi Kadyrovun zənnincə yol verilməzdir. Yəni, bu faktiki olaraq bu onu göstərir ki, Ramzan Kadyrov müəyyən qədər müstəqillik əldə etmək niyyətindədir və artıq bunu deyərdim ki, əldə edibdir. Çünki nə Rusiyanın Daxili İşlər Nazirliyi, nə Rusiya Baş Prokurorluğu Çeçenistan daxilində əməliyyatlar apara bilmir, hətta kəşfiyyat xidmətləri belə. Yəni, hansısa bir çox mühüm bir məqam olmasa, Putinin xüsusi özəl tapşırığı olmasa, demək olar ki, onların Çeçenistan daxilindəki fəaliyyətinə icazə verilmir və Çeçenistan Daxili İşlər Nazirliyi konkret olaraq Rusiya Daxili İşlər Nazirliyindən müstəqil şəkildə çalışır, birbaşa Kadyrovun əmrlərini yerinə yetirir. Yəni, Kakalasev, Rusiya Daxili İşlər Naziri faktiki olaraq bu ölkəyə federal subyektə daha doğrusu müdaxilə edə bilmir. Bu nəyin nəticəsidir? Prigojin, hansı ki, Ukraynada artıq Ukrayna müharibəsində sonra üsyan qaldırdı. Prigojinlə bərabər bilirsiniz ki, Rusiyada daha bir elit, belə deyək ki, silahlı qurumlaşma da Axmad idi. Kadyrov Axmadı yaratmaqla, yəni bu əslində özəl bir dəstədir. Bunun Rusiya ordusuna çox da bir aidiyyatı yoxdur. Xüsusi təyinatlı bir dəstə olan Axmadı yaratmaqla və özünün çox yaxın, etibarlı adamı Abdalladinovu bura komandir təyin etməklə sanki Çeçenistanın müstəqilliyinin qarantını təşkil edir. Yəni, hal-hazırda Çeçenistanın müstəqil şəkildə bir ordu qruplaşması var və xüsusən də əsasən Çeçenlərdən təşkil olunmuş bir qruplaşmadır və bütün bunlarla faktiki olaraq mərkəzi hakimiyyətə bu şəxs güc gəlir. Yəni, burada əsas missiya nədir? Burada əsas missiya daha doğrusu Çeçenistanın həm müstəqil idarə etməsini təmin etmək və eyni zamanda mərkəzi hakimiyyətin bölgəyə müdaxiləsinin qarşısını almaq, paralel şəkildə də mərkəzi hakimiyyətdən rəhbər vəzifə tələb etməkdir. Uzun müddətdir ki, Kadyrov Rusiyada Roskvardiya rəhbərliyinə gəlmək üçün müəyyən dərəcədə Kremldə öz, belə deyim ki, tərəfdarlarını işə salır. Yəni, müəyyən dərəcədə çalışır ki, Kremldən okey alsın və əgər Çeçenistan rəhbərliyindən gedərsə, Roskvardiyanın rəhbərliyinə gəlsin. Yəni, bu nəyə görədir? Bu ona görədir ki, həmin birləşməni də, hansı ki, bu Rusiyada hüquq mühafizə orqanlarının, belə deyim ki, Roskvardiya ürəyi hesab edilir faktiki. Yəni, bilirsiniz də, AMON xüsusi qüvvələrə yeridilir, orada xüsusi bölgələrə yeridilir. Gələcəkdə baş verə biləcək hansısa toqquşmanın qarşısını almaq üçün, bax, bu hüquq mühafizə orqanlarının içinə konkret şəkildə öz adamlarını yerləşdirmək və hətta rəhbərliyi belə öz əlində saxlamaq niyyətindədir. Yəni, bu mərkəzi hakimiyyətə bilavasitə təhsil imkanlarını ələ keçirmək məqsədi daşıyır. Mən elə düşünürəm ki, Ramzan Kadyrov Çeçenistanda 90-cı illərdə baş verən Milli Azadlıq Hərəkatından çox böyük örnək götürüb və orada olan səhvləri dəqiqcəsinə hesablayaraq bu cür addımlar atır. Çünki, baxın, həmin dövrdə Çeçenistanda bu demək, məsələlərin yubanması, yəni mərkəzi hakimiyyətin Groznyaya qarşı bu şəkildə sərt reaksiyalar göstərməsinin əsas səbəbi Çeçenistanın mərkəzi hakimiyyətdə himayədarının olmaması idi. Məsələn, Tataristan variantı, hansı ki, Kazanda da həmin dövrdə bir canlanma yaşanmışdı Mintimel Şaymiyevin rəhbərliyi altında. Məsələn, Tatar klanını mərkəzi hakimiyyətdə müdafiə edən qüvvələr var idi. Bugün Təhlükəsizlik Şurasının katibi olan, həmin dövrdə məsələn, Yedinstver Rusiya İqtidar Partiyasının qurucuları arasındaydı və uzun müddətlə müdafiə naziri oldu Sergey Shoigu. Məsələn, Tatar klanını çox güclü şəkildə müdafiə edirdi. Ancaq Çeçenistanı mərkəzi hakimiyyətdə müdafiə edənlər tapılmadı. Və buna görə də Çeçenistan, belə deyim ki, Rusiya rəhbərliyi ilə arasında sanki bir uçurum yarandı və Çeçenistanda bu cür hadisələrin baş verməsinin və qanlı toqquşmaların yaranmasının deyərdim ki, əsas səbəblərindən biri də məhz bu oldu. Kadyrov məhz Çeçenistanın mərkəzi hakimiyyətdəki bu boşluğunu doldurmaq üçün və gələcəkdə baş verə biləcək hadisələrə özünü hazırlamaq, Çeçenistanı hazırlamaq üçün
Mən belə düşünürəm ki, bu cür davranışlar sərgiləyir.